Şaxta babaya şeir danış və Bazar Store'dan hədiyyə qazan. Salam uşaqlar. Salam, davar. Şeir bilirsiniz? Yox. Bəs sən? Yox. Bəs mahnı? Öyrənmədim. Bilgən yox. Bəs yeni il haqqında nə bilirsiniz? Etmək istəsəmdir. Yəni mən Şaxta baba. Bəs sən nə bilirsən yeni il haqqında? Yox. Aha. Uşaqlar, yeni iliniz mübarək. Bu hədiyyələr sizə Bazar Store'dandır. Təbrik eləyirəm. Bu da sənin. Bilmirəm. Mahnı bəs bilirsən? Ama üstünde. Rus dilində şeir bilirsən. Denən. Şeir yok mahnı. В лесу родилась елочка, в лесу она росла, зимой и летом стройная, веселая была. Təbrik eləyirəm, hədiyyə sənindir. Sağ ol. Yeni il haqqında şeir bilirsən? Xeyr, Bəs mahnı? yadımda qalmayıb. Yaxşı, bəs yeni il haqqında nə bilirsən? Yeni il haqqında bilirəm ki, yəni həmrəylik günüdür. 31 dekabr Dünya Xalq Həmrəylik günüdür. O zaman mən sənin 31 dekabr Dünya Azərbaycanlılar Həmrəylik günü münasibəti ilə öncədən və yeni il münasibəti ilə təbrik eləyirəm. Bu hədiyyə sənə Bazar Store'dandır. Sağ olun. When Santa Claus stack up the chimney, he began to shout, you girls and boys won't get any toys if you don't pull me out. Təbrik eləyirəm, hədiyyə sənindir. Yeni ilin mübarək. Yeni il haqqında mahnı və ya şeir bilirsiniz? Onda deyin zəhmət ol. Rus dilində. Olar. В лесу родилась елочка, в лесу она росла, зимой и летом стройная, зеленая была. Afərin, hədiyyə sənindir. Yeni il haqqında şeir və ya mahnı bilirsən? Yox. Bəs yeni il haqqında nə bilirsən? İşte. Gələn il nə ilidir? İvan. İlan ilidir, düzdür. Ona görə Bazar Store'dan sənə bu hədiyyəni veririk. Təbrik eləyirəm. Yeni ilin uğurlu olsun. Sağ ol. Sağ ol.